Salam. Vüqar Zeynalovdan oksidaşma dərəcəsi, oksidaşma reduksiya reaksiyaları suallarına baxaq. Birinci sual. Deməli, uyğunluğu müəyyən etməyimizi istəyir. Oksigen 2 müsbət hardadır, -1 və -2-də 1. A bəndi CO2. Oksidlər də -2-dir. B bəndi. Flor ancaq birləşmələrdə -1 oksidaşma dərəcəsi göstərir. Ona görə burada oksigen müsbət 2-dir. C bəndi. Kalium O2. Kaliumda ancaq müsbət 1 göstərir. Deməli, bu -2-də 1-də oksigen burada. D bəndi NO2. Yenə oksiddir. Oksidlərdə -2. E bəndi. Bariumda ancaq müsbət 2 ola bilir. Demək ki, burada oksigen -1-dir. Uyğunlaşdıraq. 1, 2, 3. Deməli, bir də müsbət 2 olan variant B-dir. -1 olan B-də -1 olan, yox, flordur -1 və -1 olan Y bəndində də oksigenə baxırıq və -2-də 1 olan da C bəndidir. İkinci sual. Hansı birləşmədə hidrogenin oksigen dərəcəsi -1-dir? Hidrogen nə vaxt -1 olur? Metallar və silisium bor ilə. Digər yerdə qalan qeyri-metallarla müsbət 1 olur. Natrium hidrid. Natrium müsbət 1-dir, hidrogen -1. Kalsium hidrokarbonat. Aydın məsələdir, burada da müsbət 1 olacaq, digər hallarda müsbət 1-dir. Çünki deməli, kalsium müsbət 2-dir burada. Oksigen -2. Oksidaşma dərəcəsinin tapılma qaydasına görə tapsaqsa və yaxud da elə H2CO3, yəni bu turşuda neçədirsə oksidaşma dərəcəsi, duzunda da eyni olacaq. Müsbət 1-dir burada. Üstə silisium H4-dür. Bayaq dediyim kimi silisiumdan da -1-dir. 4-də H2S. Burada kükürt -2-dir, hidrogen müsbət 1-dir. 5-də NH3. Yenə qeyri-metal. Elektron mənfiliyi çox olduğu üçün kükürdün, azotun, onlar elektron alan əslində bu mübadilə mexanizminə yaranır. Burada elektron almaq, vermək məsələsi olmur, mübadilədir. Yəni elektron mənfili daha çox olduğu üçün elektronlar kükürt, azot tərəfə daha çox gedir deyək. NH3 deməli müsbət 1-dir. Sonra 6-cı kalsium hidrid, yenə metaldır. Metal burada ancaq müsbət 2 ola bilir. Hidrogen də olacaq -1. Bizə nə istəyir? -1'ləri istəyir. Burada cavab olacaq 1, 3, 6. Sonra hipofosfit turşusu H3PO2'dir. Əsaslığını istəyir. H3PO2 və H3PO3 istisnaidir ki, hidrogen sayına bərabər deyildir. H3PO2-də bir hidrogen atomu əvəz oluna bilir. Bu bir əsaslıdır. Metallın əvəz oluna bilən hidrogen sayı 1-dir. Fosforun oksidaşma dərəcəsi. Deməli, hidrogen turşularda müsbət 1-dir. Fosforun oksidaşma dərəcəsi müsbət 1-dir. Atom sayı isə 3 dənə hidrogen, fosfor, 1 dənə, 2 dənə də oksigen. 6 olmuş olacaq. Dördüncü sual. Deməli, dördüncü sualda azotdan söhbət gedir. Azotun valentliyi 4 olsun, oksidaşma dərəcəsi müsbət 5 olsun. Bu adətən olur HNO3-də və N2O5-də ola bilər. Çünki azot 5 valentlik göstərmir orada. Məsələn, nitrat turşusunu yazsaq.
Burada qırıq-qırıq xətlərlə göstəricilik, valentlik 5 deyil 4'tür. Daha görək, harda görürük bunu? Məsələn, baxın, burada görürük. Burada Y uyğundur. Sonra NO3 mənfi C də uyğundur. Sonra 4 olsun, mənfi 3 olsun. Bu 4 olub, oxşaşma dərəcəsi mənfi 3 olan aid amonim iyonuna. Amonim iyonlarda görürsünüz. Onu götürürsünüz. Və 3 olsun valentli həm də oxşaşma dərəcəsi. Bu isə uyğundur D bəndinə. Yəni NH3-də. Burada da NH3 elə bil biri SH3-dən əvəz olunur. Amma NO2-də yox. HNO2 kimi düşünsək. Burada 3 valentlidir. Müsbət 3 və 3 valentli. Burada mənfi müsbət bunda nəzərə almalıyıq əlbəttə. 5-ci sual. Deməli, bizə maddələr verib. A, B, M-ni müəyyən eləyəndən sonra bu verilmiş ifadəni tapaq. Kalsium karbiddə. Karbonun oksijen dərəcəsi mənfi 1-dir. Kalsium müsbət 2-dir. Sonra YOH2SO3. Bu YOH2SO3 nədir? Gəlin tapaq onu. Aydın məsələdir. Burada CO3 qrupu oksijen dərəcəsi mənfi 2-dir. H2SO3-dən bilirik artıq. Mənfi 2 OH qrupunun valentliyi mənfi 1-dir. O zaman Y-də deyək X-dir. Burada X nə qədərdir? 2X çıx. Mənfi 1-dir. Burada OH-ın sayı 4-dür. Mənfi 4 çıx mənfi 2 bərabər olmalıdır 0-a. Burada X yoxdur, B yazaq. Çünki orada da B ilə verilib. O zaman B-ni tapırıq nə? Müsbət 3. B müsbət 3-dür. Deməli, hər birini tapdıqca yazaq. A bərabərdir mənfi 1-ə, B bərabərdir müsbət 3-ə. M-i tapaq. Karbon disulfiddə. Karbon disulfiddə karbon 4-dür. Düşür mənfi 2-dir. M bərabərdir müsbət 4-də karbon üzərindədir. Çünki M. Sonra N-i tapaq. C2H5OH. Burada hidrogen birləşdirdik müsbət. Oksijen mənfi 2 olur. Karbon burada eləyəcək deməli. 2N üstə gəl. 5 deməli 6 çıx 2 bərabər 0-a. N bərabərdir. Mənfi 2. Demək, müsbət 4, mənfi 2. Bu birləri də yuxarıda yazdıq. İndi verilən ifadəni yazaq. M minus N bölünsün B minus A. M minus N deyir. Minus N deyirsə N mənfi 2-dir. Üstə gəl 2 yazırıq. Sonra B minus A. Üstdən də minus yazsaq mənfi 1-dir. Orada da plus olur. Bu da eləyəcək 1/5. Uyğunluğu müəyyən edin. Deyir 6-cı sualda və kükürdün valentliyi ilə kükürdün oksidaşma dərəcəsi deyir. Valentliyi də 6 olsun, oksidaşma dərəcəsi də müsbət 6 olsun. Bu H2SO4-də üst-üstə düşür. Deməli 6, 6. Abone olun, like edin, rəy yazın, video linkini paylaşın. Sağ olun. A6 ola bilər. Yazaq. Sonra burada nə variant var? 2. SO2 klor 2. SO2 klor 2. Bunun açıq quruluşunu yada soxacaq. Burada da oksidaşma dərəcəsi ilə valentliyi üst-üstə düşür. Müsbət 6, həmçinin
Oksijen dərəcəsi müsbət 6, valenlikli də 6 olacaq. 2 də bura aiddir. Deməli, bu variantları çıxdıq. Sonra deməli, valentliyi 2 olsun və mənfi 2 oksijen dərəcəsi olsun. Karbon disulfitdə olur bu. Mənfi 2'dir. Bayaq yazmışdıq bunu. Valentliyi də 2'dir. Karbon disulfit bura aiddir 1. Sonra üçüncüyə baxaq. Metallar müsbət oksijen dərəcəsi göstərir qeyri-metallarla. Burada da yenə valentliyi də 2'dir. Oksijen dərəcəsi də müsbət 2'dir. Müsbət 2 yox, mənfi 2. Deməli, 3 bura aiddir. Sonra 5 qaldı. Burada dəmir müsbət 2'dir. Düşüt mənfi 1'dir. Müsbət 2, mənfi 1. 5 də bura aiddir. Neçə qaldı mı burada? Yox. 1, 3, 2, 6, 5. 4S xlor 2'ni də tapaq. S xlor 2'də xlorun elektron mənfiliyi daha çoxdur. Ona görə o mənfi oksijen dərəcəsi olacaq. Düşür olacaq müsbət 2, valentliyi də olacaq 2. Yəni, burada elə bir bənd olmadığı üçün oksijen dərəcəsi müsbət 2, valentliyi də 2 olsun. Bunu heç bir yerə aid eləmirik. Deməli, 2, 6, 1, 3, 5. 2, 6, 1, 3, 5. B bəndi burada, amma D bəndi də eyni şəkildə yazılıb. Yəqin ki, səhvlik edib burada. 7-ci sual. Azotun və xromun oksijen dərəcəsinin cəmini hesablayın. Oksijen dərəcəsi amonium ionunda azotun oksijenləşməsi NH4-dür. NH4-də mənfi 3'dür. Xrom 2 O7-də xromun oksijenləşmə dərəcəsi, bunu yəni H2 xrom 2 O7-dən də bilə bilərsiniz. 2 etdim deməli 14, ikisi gedir o tərəfə. Müsbət 6 edir. Oksijenləşmə dərəcələrinin cəmi mənfi 3, üstə gəl 6. Deyir 3. Sonra 8'ə baxaq. Deməli, Y böl X istəyir bizdən dəmir ionunun tək elektron sayı. Əvvəlcə baxaq görək burada dəmirin oksijenləşmə dərəcəsi neçədir? C-ilə siyanit qismindən bilə bilərik ki, burada mənfi 1'dir bu. Oksijenləşmə dərəcəsi bu, siyanit qrupunun. Deməli, kalium müsbət 1'dir. O zaman dəmir olacaq müsbət 3. Cəmi 0 versin deyə. Normalda dəmirin normalda quruluşu nədir elektron formulu? 4s2 3d6. Bəs dəmir 3 müsbət olanda necə olur? Dəmir 3 müsbət olanda bu axırıncı təbəqədəki elektronlar çıxır. Burada qalır 3d5. 3d5 və dəmir ionunun tək elektron sayı x bərabər 5 dənə keçir. S elektron sayı. Karbon iyonunun S elektron sayı. Karbon burada olur 2 müsbət. Normalda 6 dənə elektron var. İkisini verir 4 olur. 1s2, 2s2. S elektron sayı Y də bərabərdir. 4 vurulsun. Burada karbonun sayı 6 dənə daxı. 4 vurulsun 6'ya olmalıdır. Birində 4 dənədir S. Elektron sayı 6 dənə karbonda 6'ya vurmalıdır. Bu da eləcək 24. Və bizə nə isir? Y böl X. Y nədir? 24'dür. X'i nə tapdıq? 5 tapdıq. Bu deyilir 4, 10'da 8. 9-cu sual. 9-cu sualda hansı elektron quruluşuna malik ion yalnız oksidləşdiricidir, yalnız reduksiya edicidir, həm oksidləşdirici, həm də reduksiya edicidir. Biz burada baxanda görürük 7, sıra nömrəsi 7 olan nədir? Azotdur da. Azot mənfi 3'də, minimum oksijenləşmə dərəcəsində yalnız reduksiya edici olur. Bu A'dır. Sonra
Ə, B-dəki sıra nömrəsi 6 olan karbonda 2 müsbət. Bu mənfi də ola bilər. -4, -2, 0 da ola bilər. Müsbət 4 də ola bilər. Yəni aralıq oksidaşma dərəcəsində də karbon burada. Həm oksidləşdirici, həm reduksiya olacaq. Sıra nömrəsi 15 olan fosfordur. 5 müsbət. Bu maksimumda da artıq maksimumdadırsa, deməli, yalnız olacaq oksidləşdirici, bu ancaq elektron ola bilər. D bəndi Z 0,7 bu 17 olan xlordur. Xlor -1 də ola bilər. Müsbət 1, müsbət 3, müsbət 5, müsbət 7. Yenə bu da aralığa düşür sıfırı. Yəni həm oksidləşdirici, həm reduksiya edicidir. Sıra nömrəsi 16 olan kükürdür. Bu da maksimumdadır. Maksimumda ancaq oksidləşdirici ola bilər. Bunu tutaq ki, sıra nömrəsini bilmirsinizsə necə edə bilərsiniz? Məsələn, x-i 7 verib. Siz bunun qrupunu tapa bilərsiniz də 7-yə vurun. 1s2, 2s2, 2p, 3. Harda yerləşir? 5A-da. Amma bunun boş orbitalı yoxdur. Bu maksimum yəni 5 göstərmir, düzdür. Bunun minimumu, yəni minimumu necə tapırıq? Bu nə qədər elektron ala bilər? Yəni oktet vəziyyətinə gələ bilər də. Oktet vəziyyətinə gəlməsi üçün -3 olmalıdır da. Yəni ki, bunun minimumu budur. Maksimum isə bu 5 dənə verib dublet vəziyyətinə gələr və onlar 5 dənə verəndə nə olacaq? 5 müsbət. Valentlik amma 5 eləmir. O birisləri də eyni bu qayda ilə tapa bilərsiniz qrupa uyğun, yəni dublet oktet vəziyyətinə gəlməsinə uyğun. 10-cu sual. Hansı maddə oksigenin valentliyi və oksidaşma dərəcəsi mütləq qiyməti üst-üstə düşür? Bəzi maddələrdə oksidaşma dərəcəsi 0-dır, amma bunun valentliyi olacaq 2. Yəni burada düşmədi. Dəmir 3O4-də. Dəmir 3O4-də, əslində bu dəmir 3O4 2 oksidin qarşılıqda. Dəmir 2 oksiddən, dəmir 3 oksidin. Orada da hər birində oksidaşma dərəcəsi -2-dir, valentliyi də 2-dir. Yəni bunu götürə bilərik. O flor 2. Burada müsbət 2-dir oksigen, valentliyi də 2-dir. Ümumiyyətlə oksigen harda 3 valentli ola bilir? Bir CO-da, bir də H2O müsbətdir. Yəni başqa birləşmələrdə hamısında 2 valent olur. Bunu da götürərik. Ədədi qiyməti, mütləq qiyməti üst-üstə düşür. Yəni 2-2 olsun da. SO3-də də yenə -2, valentliyi də 2. Burada da götürürük. H2O müsbətdə üst-üstə düşmür. Valentlik 3 olur, oksidaşma dərəcəsi -2. Kalsium O2-də valentlilik 2-dir, amma oksidaşma dərəcəsi -1-dir. Burada da üst-üstə düşmür. Deməli, cavab olacaq 2, 3, 4. 11-ci suala baxaq. Deməli, burada bizə 3 dənə variant verib ona uyğun olanı seçməliyik. NH4 xlorda, deməli, azotun oksidaşma dərəcəsi -3-dür, valentliyi 4-dür. Gümüş bir nitratda oksidaşma dərəcəsi -5-dir, valentliyi 4-dür. Burada da gəlsə yenə -3, 4, burada da yenə -5, 4. Burada yəni NH4, NO2 birləşir və heç bir dəyişmə baş vermir. Azotun nə valenti, nə də oksidaşma dərəcəsi dəyişmir. 3-ə aiddir 1. 3-ə aiddir 1. İkinciyə baxaq. Burada -3 və 3-dür valentliyi. Oksidaşma dərəcəsi dəyişir burada. Bəsit olduğu üçün 0-dır, amma valentliyi 3-dür. Niyə görə? Çünki azotun formulunu yazanda belə yazılıb. 3 valentlidir azot, yəni 2 özü. Deməli, burada nə dəyişir? Oksidləşmə dərəcəsi dəyişir. Azotun valentliyi sabit qalır, oksidləşmə dərəcəsi dəyişir. 2-yə aid biz nə yazırdıq deməli? 2-yə aiddir 1, 2-2 aiddir, 2-2 aiddir. Bir daha baxaq deməli. Bu məni çaşdırdı. Deməli, mən tərsinə getdim. Burada 3-dən başladım. 3-ə 1 aiddir. Aha. Burada deməli nə baş verir? Valentliyi sabitdir. Oksidaşma dərəcəsi dəyişir. Aha, biz buna uyğun 1-i tapmalıyıq. 1-ə aiddir 2.
1-ə aiddir 2. Və sonuncu. Burada baxırıq. 3-ü yazmışıq artıq. 3-ü yazdıq. 1-i də çıxdıq. Burada üçüncü qalıb. Deməli, -3 valentlik 4-dür. Burada -3 valentlik olur 3. Burada valentlik dəyişir. Bəli, valent dəyişir, oksijenləşmə dərəcəsi sabit qalır. 2-yə də aiddir üçüncü. Olur A bəndi. 12-ci suala baxaq. Yalnız oksidləşdiricidir, həm oksidləşdirici, həm də reduksiya edicidir, yalnız reduksiya edicidir. CO2-də -2, -4, SO2-də -2, -4, H2S-də -2, -1, CO-da -2, -2. Burada valentli 3 olur ha. SO3-də -2, -6. Yalnız oksidləşdirici olan hal. Burada CO2-də karbon yalnız oksidləşdiricidir, çünki maksimumdadır. 1-ə getdi A. Sonra SO3-də də yenə küçül müsbət altında maksimumdadır. Yalnız oksidləşdirici ola bilər. Y də bura getdi. Həm oksidləşdirici, həm də reduksiya edici olsun. Baxaq, küçül 4 müsbət. Aralıq oksidləşmə dərəcəsidirmi? Bəli, SO2. Həm oksidləşdirici, həm də reduksiya edicidir. Həmçinin CO həm oksidləşdirici, həm reduksiya edici ola bilir. Çünki aralıq oksidləşmə dərəcəsindədir. Və sonuncu, yalnız reduksiya edici H2S-də kükürt. Yalnız reduksiya edicidir, -2-dir, minimumdadır, yalnız elektron verə bilər. Bu da olur C bəndi. Deməli, A-yı, B-də C. Onun üçün baxaq, yalnız reduksiya edici, həm oksidləşdirici, həm reduksiya edici, yalnız oksidləşdirici. Deməli, azot -3-də minimumdadır. Bu, ola bilər yalnız reduksiya edici. Karbon 2 mənfi, bu -4 da ola bilər, 0 da ola bilər, -2, -4 da ola bilər. Həm oksidləşdirici, həm reduksiya edici də aralıq düşür, çünki bunun 2-yə B. Yod -1-də minimumudur, yalnız reduksiya edici ola bilər. Alüminium 3 müsbət maksimumudur. Bu ancaq elektron ala bilər. Yalnız oksidləşdirici ola bilər. Kükürt 4 müsbət. Bunun müsbət 6-sı da var, müsbət 2-si də, 0-ı da, -2-si də. Yəni aralıqdadır. Ona görə həm oksidləşdirici, həm də reduksiya edici ola bilər. Hansı çevrilmədən alınan ion yalnız reduksiya edicidir? Uyğunlaşdıraq. 1, 2, 3 yazaq. Deməli, 2 mənfi 8 elektron veribsə, bu nəyə gəlir? 6 müsbətə. Bu ancaq oksidləşdirici ola bilər, elektron ala bilər. Deməli, 3-ə getdi A. Azot 5 müsbətdən 4 dənə elektron alıbsa, bu olur müsbət 1. Bu da aralığa düşür, çünki -3 də ola bilər. 0-ı da var, həmçinin artıq müsbət 5 də ola bilər. Və ona görə bu aralıq olduğu üçün olur B, həm oksidləşdirici, həm reduksiya edici. Dəmir də 2 elektron verəndə olur dəmir 2 müsbət. Dəmirin də 3 müsbəti də var, 0-ı da var, aralıq olduğu üçün 2 müsbəti həm oksidləşdirici, həm reduksiya edicidir. Fosfor 5 müsbət 8 elektron alır, fosfor olur -3. Bu da minimumudur, yəni bu ancaq elektron verə bilər. 1 aiddir D-yə. 15-ci sual yenə eyni tipdə sualdır. Hansı elektron quruluşuna malik ion 17x üçün uyğun olar? Bu 17x nədir? Xlordur da. Bunun formulunu yazsaq nə yazırıq? 3s2, 3p5. Deməli, yalnız oksidləşdirici. 3s2, 3p6 bir dənə elektron alıbsa, bu nə olur? X mənfi. Yəni, ən aşağı minimumdadırsa, bu olur ancaq reduksiya edicidir. Burada həm sözü artıqdır. Yalnız reduksiya edici yazmaq istəyirlər. Deməli, 2-yə oldu A. 2S2, 2P6. Baxın, bunun 7 dənə elektronu verib. Nə deməkdir? X7 müsbətdir. Yəni, maksimumdadırsa nə olur? Yalnız oksidləşdirici olur. Bu artıq elektron ala bilər ancaq. 1-ə getdi B.
3s2 müsbət nədir? X 5 müsbət olsun. 5 müsbətdə də bu həm elektron ala bilər, həm verə bilər. Bu getdi C-yə. 3s2, 3p2-də də 3 müsbətdə həm elektron ala bilər, həm verə bilər. Bu da aiddir 3-cüyə. Deməli, bu da getdi 16-ya baxaq. Uyğunluğu müəyyən edək. Gəlin oxşaşma dərəcələrini yazaq. Bunun üçün müəyyən eləyə bilək. Deməli, 2 dənə müxtəlif oxşaşma dərəcəsindən gəlib eyni bir oxşaşma dərəcəsinə. Bu nədir? Konmutasiyadır. Əks öz-özünə. Kalium manqan O4-də. Burada gördüyünüz kimi bir molekulun daxilindəki elementlərin oxşaşma dərəcəsi dəyişib. Molekul daxilidir. Natrium 2O2 üstəgəl CO2. Deməli, karbon burada müsbət 4-dür. Oksigen 0-dır. Oksigen görürsünüz, burada mənfi 1-dir, bu müsbət 4-dür. Burada molekullar arasında baş verir bu oksidaşma reduksiya dərəcəsi, yəni oksidaşma reduksiya reaksiyası molekullar arasındadır. Oksidaşma dərəcəsi dəyişən müxtəlif molekulların içərisindədir elementlər. Heç birinə aid deyil bu. NO2-ni görürük, müsbət 4-dən gəlib müsbət 5-ə və müsbət 2-yə. Deməli, eyni bir element, eyni oxşaşma dərəcəsindən iki müxtəlifə gedirsə, bu disproporsiyadır. Axırıncıya baxaq. Burada deməli, müsbət 5-dir xlor. Burada mənfi 1-dir. 0-a gəlib, mənfi 1-ə gəlib. Bu müsbət 5 olan mənfi 1-ə gəlib, mənfi 1 olan 0-a gəlib. Yenə bu da iki müxtəlif molekul arasındadır. Bu da heç birinə deməli, aid deyil. Müsbət 6-ya gəlib, həm də müsbət 4. Amma burada disproporsiyadır, həm də oksigendə oxşaşma dərəcəsi dəyişir baxı. Bunu disproporsiya kimi də qəbul edə bilərik. Çünki manqanın deməli bir oxşaşma dərəcəsindən iki müxtəlifə gəlir. Burada həm molekul daxili, həm C bəndinə baxsaq nə baş verir? Bu disproporsiyadırmı? Oksigen mənfi 2, mənfi 2. Bu D, A, B. Sizin də fikirləriniz maraqlıdır. Bu B və C, belə Y haqqında da fikirlərinizi rəydə bölüşə bilərsiniz. Sonra keçək 17-yə. Oksidaşma reduksiya reaksiyasının növü verilib yenə. Uyğunlaşdırma sualıdır. Baxırıq, gümüş bir nitrat müsbət 1-dir, bu müsbət 5-dir, 0-a gəlib, müsbət 4-ə gəlib, həmçinin bu da 0-a gəlib. Bu görürsünüz, bir molekulun daxilində oksidaşma reduksiya reaksiyası baş verir də, yəni bir molekulun daxilindəki elementlərin oksidaşma dərəcəsi dəyişdi. Deməli, 3A-dır. Sonra burada müsbət 4-dür, bu 0-dır, gəlir müsbət 2-yə. İki müxtəlif molekullar arasında baş verdi. Oksidaşma dərəcəsinin dəyişməsi molekullar arası bu aiddir B-yə. Və dəmir OH2, burada dəmir müsbət 2-dir. Müsbət 3-ə gəlib, həmçinin oksigen burada mənfi 1-dir, mənfi 2-yə gəlib. Burada da molekullar arasıdır. C bəndi. Sonra D-yə baxaq. Deməli, xlorla manqanın oksidaşma dərəcəsi dəyişir. Deməli, müsbət 4, 0, müsbət 2. Bir dəqiqə, bunu da aid eləmirik. Molekullar arasında baş verir bu. Bu B və bəndi kommutasiyadır. B aiddir kommutasiya. Bunu görmədim heç. Deməli, iki müxtəlif oksidaşma dərəcəsindən eyni bir element gəlib bir oksidaşma dərəcəsinə. D bəndinə baxaq. Xlor mənfi 1-dir, manqan müsbət 7-dir, xlor gəldi 0-a, manqan gəldi müsbət 4-ə. Burada da fərqli elementlərdir, müxtəlif molekullardadır. D bəndi gələcək bura. H3PO3, deməli H3PO4 və pH3. Bu olacaq disproporsiya. Öz-özünə heç birinə aid deyil, yəni bu. Deməli, 1CD, 2B, 3A.
Baxırıq 18-ci suala. Reaksiyanı yazaq, əmsallaşdıraq. Sıfırdır, burada sıfırdır, -3, -2. Deməli, mis müsbət 2-dən gəlib sıfıra, bu deməli 2 dənə elektron alıb, azot -3-dən gəlib azot sıfıra, bir dənəsi, azotun biri deməli, -3-dən sıfıra gəlmək üçün 3 dənə elektron verməli idi. Amma 2 olduğu üçün 6 elektron verib. 2, 6, bura 3 düşəcək, bura 1 düşəcək. Misin qarşısına 3 yazırıq, azotun qarşısına 1 yazırıq. Bura deməli 2 düşəcək, hidrojen oldu 6. Deməli, digərləri düzgündür. Oksidləşdirici 1,5 mol elektron alarsa, neçə mol atom oksidləşər? Oksidləşdirici hansıdır? Misdir də, müsbət 2-dən sıfıra gəlib. Burada görürsünüz, neçə dənə mis var? 3 dənə. Biri, deməli, müsbət 2-dən sıfıra gələndə 2 elektron alır, 3 dənəsi 6 elektron. 6 elektron alarsa neçə mol atom oksidləşər? Yəni, burada baxırıq, oksidləşən hansıdır? Reduksiya edicidir. Burada 2 dənə azot atomu oksidləşib, x-i tapırıq buradan, o deyilir 0,5. 19-cu suala baxaq. Biraz bunu böyüdək. Oksijen dərəcədən üstündə yazaq. Deməli, NO2 müsbət 4-dür, gəlib müsbət 5-ə və müsbət 2-yə. -2, müsbət 4 gəlib 0-a. Oksijen reduksiya reaksiyasıdır. Oksijen reduksiya reaksiyası gördüyünüz kimi oksijen dərəcəsinin dəyişməsindən gedib bir aiddir buna. Konmutasiyadır. Konmutasiya eyni bir elementi iki müxtəlif oksijen dərəcəsindən eyni oksijen dərəcəsinə gəlir. Bu konmutasiyadır. Disproporsiya. Baxın, eyni element eyni oksijen dərəcəsindən bir oksijen dərəcəsindən iki müxtəlifə gəlib. Bu disproporsiyadır. Müxtəlif maddələr oksidləşir və reduksiya olunur. Burada müxtəlif maddə, oksidləşən reduksiya olunan müxtəlif maddə konmutasiyadadır. Çünki disproporsiyada eyni maddə oksidləşir, reduksiya olunur. 4 aiddir buna. Eyni element həm oksidləşir, həm də reduksiya olunur. Bu ilə hər ikisinə də aiddir. 20-ci suala baxaq. Deməli, yenə bizə reaksiya verib. H2O2 üstəgəl kalium permanganat üstəgəl HNO3 alınıb. Mangan 2 nitrat üstəgəl kalium nitrat üstəgəl oksigen üstəgəl su. Oksigen 0-dır, mangan müsbət 2-dir, burada müsbət 7-dir, oksigen burada -1-dir. Deməli, oksigen -1-dən 0-a gələndə biri bir dənəsini verir, ikisi 2 dənəsini verir elektronun. Mangan müsbət 7-dən müsbət 2-yə gələndə 5 dənə elektron alır. Deməli, bura 2, bura 5 düşəcək. Sağda yazırıq əmsalları və bəsit maddə. Çaşdım, bura 5 yazdım. 5 oksigenin qabağına düşür. 2 manganın qabağına düşür. Bəstarda son qarşısında yazırıq əmsalı. Sonra digərlərini də tapırıq. Yazdıq. İndi nə deyir? 1,5 mol HNO3 sərf olunarsa, 1,5 mol HNO3 sərf olunanda reduksiya edici neçə mol elektron verər? Baxırıq, burada 6 mol sərf olunub. Reduksiya edici hansıdır? Oksigen. -1 olan oksigen. Burada 10 dənə oksigen var. 5 10, 10 dənə oksigen. -1-dən 0-a gələn. Biri gələndə 1-ini verir, 10 dənəsi 10 verir elektronu. Bu da eləyəcək 2,5. 21-ə baxırıq.
Deməli, 0,25 mol XO2, 0,5 mol XO4 birləşmələr kütlələri cəmi 136,25-dir. Yəni, baxaq, burada 0,25 mol X var, üstə gəl. Oksigen O2 kütləsi olacaq 32, 32-ni vuraq 0,25-ə. Bu da eləyəcək 8. Üstə gəl. X nə qədər olacaq burada? X 3 daxil, 3 vur 0,5. 1,5 X üstə gəl 4 vur 0,5 vur 16. Kütləyə görə tapırıq, eləyəcək 32. Bu kütlələr cəmi bərabər 136-dan %25-ə. Buradan X-ı 55 tapdıq. Bu X-ı 55 tapdıq. X 7 müsbətin elektronu 18-dir. Yəni 7-si verib 18 olub. Verməsəydi neçəydi? 25. Neytron sayı neçədir? 30. X atomunun neytron sayının tək elektron sayının olan nisbətini hesablayın. X atomundan söhbət gedirsə, bu 4s2 3d5-dir bunun elektron formulu. 5 dənə tək elektron var. Bu da cavab eləyəcək 6. 22-ci sual. Deməli, yenə baxaq. H xlor, -1, -5, -1, bu da gəlib 0-a. Deməli, xlor -1-dən 0-a gəlmək üçün biri bir dənəsini verir, 2-dən olduğu üçün ikisini verəcək. Sonra nə dəyişib burada? -5-dən -1-ə gəlib. 6 dənə elektron alıb. 6 elektron alıb bu. Burada oksigen də oksigen dərəcəsi dəyişib. Yoxsa bir də eləyib. Yox, 2, 6 düzdür. Oksigen dəyişmir də -2, bu da -2-dir. Bunu oksigen kimi gördüm mən o ki. Deməli, 1, 3 sar aparsaq 3 hara düşəcək? Xlorun qarşısına 1 hara düşəcək? Aha, bir dənə deməli bu olsa xlorlara baxırıq. 7 dənə xlor olmalıdır. 6 olsa burada 3 düşsə düzgündür. İndi bizə nə istəyir? 2,5 mol elektron alarsa, 2,5 mol elektron alarsa oksidləşdirici. Oksidləşdirici hansı idi? Xlor idi. -5-dən -1-ə gəlib. Bu deməli, normalda 6 elektron alanda H-xlorun neçə molu oksidləşib deyir. 6 elektron alanda 6-sı da elə oksidləşir. Bu 2,5 olacaq. Elə 2,5 olacaq. -23-ə baxaq. Deməli, gəlin oksigen dərəcələrini yazaq elə. Kükürt oksidləşmə məhsuludur. Kükürt -4-dən -2-yə gəlib. Bu elektron alıb. Bu reduksiya məhsuludur. Səhvdir. 0,2 mol amonyak reaksiya daxil olursa 0,3 mol su alınır. Bunu saxlayaq sonra. Kükürt 4 oksid reduksiya olunur. Kükürt 4 oksid reduksiya olunur. Bəli, oksidləşdiricidir, reduksiya olunur. Gəlin bu misalları yazaq. Bunu əmsallaşdırsaq azotun qarşısına 4 düşəcək. Bunun qarşısına 3 düşəcək. Bura 2 düşür. Kükürdün qabağına 3 düşür. Suyun da qabağına 6 düşmüş olacaq. 0,2 mol amonyak reaksiya daxil olarsa nə qədər su alınır baxaq. 4 mol amonyak daxil olanda 6 olur. Bundan bu ixtisar gedir. Burada 2 qalır, burada 3 qalır. Burada da 10 qalır. Eləyir elə 0,3. Yəni ki, bu düzdür. Sonra dördüncüyə baxaq. 1,12 litr azot alınarsa 0,125 mol kükürt 4 oksid reaksiya daxil olur. Baxaq, kükürt 4 oksid 3 mol reaksiya girəndə nə qədər azot alınıb? 2 vur 22,4.
Bundan bunu ixtisar aparsaq burada 20 qalır. Burada 3 böl 40 edir. Bu da yani tam %25 mol değil. Bu da səhv deyir. 24-ə baxaq. Deməli, karbon burada 0-dır. Manqan müsbət 7-dir. Şürt dəyişmir. Karbon burada müsbət 4-dür. Sonra dəyişənlərdir. Manqan müsbət 2. Deməli, 6 dənə karbon 0-dan 24 dənə elektron verəndə gəlir 4 müsbətə və manqan müsbət 7-dən 5 elektron alıb gəlir manqan 2 müsbətə. Deməli, bura 24, bura 5 düşəcək. 5 hardan qoymalıyıq? Əmsalı indeks hardan götürdüksə orada yazmalıyıq. Sonra manqanın qarşısına 24 düşür burada. Sonra yerdə qalanları hesablasaq bura 36 düşəcək. Burada 24 düşəcək manqana görə. Kalium 2 SO4-ün qabağına 12 düşür. CO2-nin qabağına 30 düşür. Suyun da qabağına 66 düşəcək. Reduksiyetici 30 mol elektron verərsə neçə mol H2SO4 sərf olunar? Reduksiyetici hansıdır? Karbondur. Burada karbonun deməli e, nə qədər elektron görürük burada verdiyi daha doğrusu sıfırdan nəyə gəlir müsbət 4-ə. Biri 4 dənəsi verir, amma orada 30 dənə karbon var. 30 vur 4 dənə verəndə nə qədər sulfat sərf olunub? 36. Bunu hesablasaq, bundan bu ixtisar gedir, burada qalır 9. Sonra 25. 25-i də əmsallaşdırsaq, bura müsbət 2, bu mənfi 1, 0, mənfi 2, bu müsbət 3-dür, bu müsbət 4-dür. Deməli, çox adam bunu əzbərdən bilir elə. 22-dən oksigen olur 11 O2, 8 mol SO2. Reaksiya zamanı reduksiyetici 11 mol elektron verərsə, burada reduksiyetici nə qədər elektron verir? 44 oksigen. Daha doğrusu burada reduksiyecinin verdiyi elektron sayı oksidaşdırıcının aldığına bərabərdir. Oksigen burada alandır. Oksigen nə qədər elektron alıb? Sıfırdan mənfi gələndə 2 dənə, 22 dənə oksigen var, axı 44 eləyəcək. 2 vur 22. 44 deməli elektron verilirsə, neçə litr oksigen sərf olunar? Oksigen nə qədər sərf olunub? 11 vur 22, onda 4 litr. Bəs 11 mol elektron olanda nə qədər olar? Bundan bu ixtisar gedir, burada 4 qalır. Yox, neysə belədir. Aha, düz elədik. 4 qalır. Bundan da bu ixtisar getsə, burada 5 onda 6 qalır. 5 onda 6 vur 11. O da eləyəcək 61,6. 26-cı sual. Yenə əmsallaşdıraq bunu. Oksigen dərəcəsi dəyişənlər bəsitləri baxan kimi görürük. Misli müsbət 2-dən gəlib 0-a. Müsbət 2-dir, bu 0-dır, bu mənfi 3-dür. Deməli, azot deməli mənfi 3-dən 0-a gələndə N2-dir, 6 elektron, o birisi də müsbət 2-dən 0-a 2 elektron. Burada 3 düşəcək misin qarşısına. Azot qabağına 1 düşəcək ixtisar gedəndə. Burada nə qədər mis görürük? 4 dənə. Burada 4 düşür. 2NH4 xlor, hidrogen də olacaq. 4, 8 hidrogen olmalıdır. 4H2O. Oksidləşdirici 0,4 mol elektron alarsa neçə qram su alınır? Burada oksidləşdirici hansıdır? Müsbət 2-dən 0-a gələn misdir. Burada deməli, müsbət 2-dən 0-a gələndə bunun deməli 4 mol görürük, amma 3'ü iştirak edir. Bir üçüncü sabit qalır, dəyişmir.
Müsbət içdən sıfıra gələndə 2 elektron, 3 dənəsi 6 elektron alır və nə qədər su alınıb orada? 4 vur 18. Burada da x eləyəcək 4 onda 8. 27-yə baxaq. Xrom müsbət 6-dır. Deməli, burada xlor mənfi 1-dir, 0-dır, bu müsbət 3-dür. Burada da qarşısına deməli 2 düşəcək. Xlorun qabağına 3 düşəcək. 2 kalium xlor. 7 H2O. 14 bura düşəcək. Bunun da qabağına 1 düşəcək kaliumların sayına görə. Deməli, reaksiyada suyun əmsalını bütün duzların əmsal cəminə nisbətini hesablayın. Suyun əmsalı neçədir? 7-dir. Bütün duzlar deyir. Kalium 2, xrom 2, o 7, 1. Üstə gəl. Xrom klor 3, 2. Kalium klor da 2. 7 böl 5, bu da eləyəcək 1 onda 4. 28-ə baxıraq. Bu mənfi 2-dir, bu müsbət 2. 0, müsbət 2, bu müsbət 5-dir azot burada. Deməli, dəyişən nədir? Kükürt mənfi 2-dən 0-a gəlib bir dənəsi 2 elektron verdi. Azot müsbət 5-dən müsbət 2 gəlib 3 elektron aldı. Kükürdün qabağına 3, azotun qabağına 2 düşür. Sonra 3 dənə kükürt varsa burada 3 düşməlidir, 3 mis varsa burada 3 düşməlidir. Azotlara baxaq. Sağda deməli, mis 2 nitratın içərisində 6 dənə kükürt var. Kükürt deyirəm, azot var. 2 dənə də bu tərəfdə. Burada azot var. Cəmi neçə 8. Burada deməli 8 düşür. Suyun qabağına neçə düşəcək? 4. Sonra nə deyir? 2 mol H2O3 reaksiyaya daxil olursa neçə mol maddə reduksiya olunub? Burada baxırıq 8 mol reaksiyaya girəndə reduksiya olunan hansı da oksidləşdiricidir. Oksidləşdirici hansı idi? Müsbət 5 HNO3 olan. Amma ki bu HNO3 8 mol verilib, onun hamısı yox, 2 molu reduksiya olunub. X burada eləyəcək nə? 0 onda 5. 29-a baxaq. Oksidləşmə reduksiya reaksiyalarını göstərin. Aydın məsələdir ki, bəs maddə varsa bu 100% oksidləşmə reduksiya reaksiyası. Fotosintezdə O2 var. Alabastırın bərkiməsində oksidləşmə dərəcəsi dəyişmir, əngin söndürülməsində dəyişmir, termit qaynağında dəyişir, dəmirdən alüminium. Deməli, bəst olur. Hidrolizdə də oksidləşmə reduksiya dəyişmir, amma elektrolizdə bəst maddə alınır. Məsələn, katodda H2, anodda O2 və s. Deməli, nə oldu burada? 1, 4, 6. Sonra 30-a baxaq. HNO3-ün tam reduksiya. Tam reduksiya, yəni oksidləşmə, oksidləşir bu, elektron alır. Oksidləşdirici olsa nə olar? NH3 olar. Mənfi 3-ə gəlir. Tam reduksiyası NH3-dür bunun. Olmaz. Bu səhvdir. Qatı sulfatda H2S-dir. Bəli, tam reduksiya. Oksidləşdirici olur, mənfi 2-yə gələ bilər. Qatı HNO3 oksidləşdirici H müsbətdir. Ümumiyyətlə, qatı nitratda, duru nitratda və qatı sulfatda H müsbət deyil oksidləşdirici. Deməli, 4-də baxaq, H2SO4-də durusunda. Durusunda bəli, oksidləşdirici H müsbətdir. H müsbət gəlir H2-yə, 0-a elektron alır da. Qatı H2SO4-də oksidləşdirici kükürt müsbət 6-dır, bu da düzdür. Gəlir məsələn SO2-yə, H2-sə, S və s. 2, 4, 5. Otuz birə baxaq. Deməli, 31-də burada yenə elektron oksidləşmə dərəcəsini yazıb tapa bilərik. NO2-də müsbət 3-dür, NH2-də mənfi 3-dür. Azot. 6 elektron alınıb. Müsbət üstə mənfi 3-ə bəli, doğrudur. Doğru. Xlor O3 mənfi. Müsbət 6-dan gəlib, müsbət 6 yox deyil. Müsbət 5-dən gəlib müsbət 1-ə. Yox, bu 4 elektron verməyib. Bu yanlışdır.
Yəni doğruları seçək də. 3-ə baxaq. Müsbət 6-dan gəlib müsbət 2-yə. Bəli, 4 dənə elektron alıb doğruları götürürük. 4-də deməli reduksiya bu spirt gəlib deməli ketona. Bu oksidləşmədir. 5-ə baxaq. Müsbət 1-dən mənfi 1-ə gəlibsə 2 elektron alınır. Bu da doğrudur. Deməli doğrular hansılar oldu? 1, 3, 5 doğrudur. 6-da da oksidləşmə prosesi, xeyr, bu tərsidir. Burada da aldehiddən spirtə gedib, bu reduksiyadır. Bu da yanlışdır. Demək, 1, 3, 5 doğrudur, qalanlar yanlışdır. 32-yə baxaq. Yenə bizə reaksiya verib bunu əmsallaşdıraq. Karbon mənfi 1-dən gəlib müsbət 3-ə. Deməli, manqan burada müsbət 2-dir, burada müsbət 7-dir. Mənfi 1-dən 3-ə gələndə bu 4 dənə elektron verir. 2 dənə olduğu üçün burada karbon sayı 8. Manqanın qabağına 8 düşəcək. Müsbət 7-dən müsbətə gələndə 5 elektron alır. Burada karbonun qabağına 5 düşmüş olacaq. Karbonlar sağda elə bir dənə burada var. Burada da yenə 5 düşəcək qabağına. 8 manqan var. Burada 8 yazaq. Kalium 8 olsun deyə bura 4 düşür. Kükürdə baxaq. 4 kükürt burada, 8-i burada. 12 dənə kükürt olması üçün bura 12 yazaq. H2O-nun qabağına o zaman nə düşür? 12 düşəcək. 24 dənə olsun deyə. 10 mol elektron alırsa neçə mol duz alınır? Burada duz. 2 dənə duz var. X yazaq. 10 mol elektron alarsa, elektron alan hansıdır burada? Manqandır. Müsbət 7-dən müsbət 2-yə gəl. 5 dənəsini alır biri. 8 dənəsini vurmalıyıq. Neçə mol duz alınır 8 vur 5 olanda? Elektron sayı 4 üstə gəl 8. O gedir 12. Bundan bu ixtisar gedir. Bundan bu ixtisar gedər. X bərabərdir 3-ə. 33-cü sual. Deməli, 33-ü necə yazırıq? 33-də baxın, X məlum deyil bizə. Burada hidrogenlər dəyişmir, oksidləşmə dərəcəsi. Xlor amma mənfi 1-dən nəyə gəlib? 0-a. Bu xlor nə qədər elektron verib? 10 dənə elektron verib. Biz də baxmalıyıq ki, burada baxın, 2X-A yazıb, 2 manqan 2 müsbət. Bu manqan 2 müsbət. Bu manqan neçə olub ki, 10 dənə elektron verməlidir 2 dənəsi. 2 müsbətə gəlib. Deməli, bu 7 müsbət imiş ki, manqan. 7 müsbət imiş ki, gəlib manqan 2 müsbətə, biri 5-dən elektron alıb. 2 dənə daha burada görürük. 2 dənəsi 10 dənə. 7 olan hardadır? 7 olan da ki, D bəndindədir. 2, 4, 8, biri getdi. Mənfisinə fikir verək. Belə. 34. 34-də əmsallaşdıraq yenə. Burada karbon müsbət 2-dir. Burada müsbət 2-dir. Burada müsbət 1-dir. Müsbət 4-dür. Oksigen dəyişirmi? Yox. Deməli, karbon müsbət 2-dən müsbət 4-ə gəlir. 2 elektron verir. Mis müsbət 2-dən müsbət 1-ə gəlir. 1-in alır, 2 dənəsi 2-sini alır. 1, 1. Deməli, bunun da qabağına 1 düşür, bunun da qabağına 1 düşür. Mis 2 dənəsə burada da 2 olmalıdır. Karbon orada 1 dənə də, burada da 1 dənə. Hidrogenlərə baxaq. İkisi burada, 4-ü burada, 6 dənə olmalıdır. Burada deməli, 3 düşəcək, oksigenlər də düzdür. Bizə nə istəyir? 0,5 mol mis 2 hidroksid reaksiya daxil olursa neçə qram su alınır? Baxırıq, burada 2 mol reaksiya girəndə neçə qram su alınır? 3 vur 18. Bununla da bu ixtisar gedir. Burada qalır 9. 9 üçün 27. 27-nin də 0,5-ə vuranda x eləyəcək 13,5. 35-ə də baxaq və bu günlük bunu yarıda saxlayaq. Kalium 2, krom 2, O7 üstəgəl H xloru verib. Xrom müsbət 6-dır, xlor mənfi 1-dir, xlor gəlib 0-a, xrom gəlib müsbət 3-ə. Deməli, burada 2 dənə xrom var. Müsbət 6-dan müsbət 3-ə 3 elektron alıb, 2 dənəsi 6 elektron alır.
Xlor da mənfi 1-dən 0-a gəlib. Bir elektron verib, 2 dənəsi 2 elektron verir. Deməli, 3 hara düşəcək? Xlorun qarşısına 1 düşəcək xromun. Dəqiqə, yox, buradan götürmüşük indeksi, bura 1 düşür, bura 2. Sonra, deməli, sağda nə qədər? Kalium nə qədər onun? Bura 2 yazım. Sonra xlorları sayım. Bura 2 yazmışıq. 2 3 6, 8, 3 2 6. 14 dənə. Bura 14 düşür. Suyun da qabağına 7 düşəcək. Deməli, 1,5 mol elektron alıbsa oksidləşdirici H xlorun neçə molu duzaq çevrilib? Oksidləşdirici hansı oldu? Müsbət 6-dan müsbət 3-ə gələn. 6-dan 3-ə gələndə 3-ünü alır, 2 dənə daxı. Burada da böyle 6 dənə elektron alıbsa, nə qədər duza çevrilib bunun? Bunun duza çevriləni deməli, duza çevrilən deyəndə biz burada xlorlara baxmalıyıq. H xlorun neçə molu duza çevrilib? Burada baxın. Duza çevrilən 6 dənəsi çevrilməyib, 14-dən 6 çıxın. 8 mol xlor mənfisi duza çevrilir. X bərabərdir nəyə? 2-yə. Bu qədər, sağ olun. Abone olun, like edin, rəy yazın, video linkini paylaşın. Sağ olun.